Aktyorluq, rejissorluq, ssenaristlik kursları. Hamısı bir arada. Uşaqlıq xəyalları heç bu qədər əlçatan olmamışdı. Həyatına rəhbər, təhsildən istehsala addımlar. Müasir Azərbaycan kinosunun formalaşmasında sənin də rolun olsun. Başa düşürəm indi səni, amma biz indi məktəbdəyik. Məktəbə dərs oxumaq üçün gəlirik. Boş-boş şeyləri yaşamaq üçün yox. Nə olar? Narahat eləmə də məni. Danış gəlir. Bizik də bu. Hı? Eşitmişəm ki, Ayanın maması məktəbdə xadimə işləyir. Xədicəni çoxdan tanıyıram. Mən o tanıyanda heç yox idim. Necə yəni? Biz uşaqlıqda bir yerdə dost olmuşuq. Yorulmayasın. Sağ ol. İndi kim kömək eləyəcək sənə, hə? Aras kömək eləyəcək, yoxsa İsa? Nədir? Nə baxırsan? Özünü yığışdır. Sən xəstəsənsə, mən səndən xəstəyəm. Başa düşdün? Borcumu niye verirsin? Aşağı ders var burada. Geç yerine. Davay borcumu ver. Sonra verərəm. Geç yerine. Dur ayağa görüm seni. Dur ayağa. Ders Dur ayağa deyirəm sənə. Bana ders Gel, sen gel. Bu nədir? Mədəniyyətiniz olsun da görmürsünüz burada qadınlar oturub. Müəllim burada dərs keçməyə çalışır. Uşaqlar oturub. Nədir bura? Bu nə vəziyyətdir? Arif müəllim, belə də gözləyirdim. Bu nə biabırçılıqdır? Hansı tərkisiniz? Hansı tərkdən danışa bilərsiniz siz? Bütün məktəbi biabır elədiniz. Biabır oldu. Arif müəllim, mən başa düşürəm, çox təmiz niyyətlə bu işə baş vurdunuz, çiyinlərinizə bu ağır yükü götürdünüz. Mən də sizin dürüstlüyünüzə, təmizliyinizə, doğruluğunuza inanıb sizə dəstək oldum. Amma bu son hadisələr, baş verən bu hadisələr sizin də işinizi çətinə saldı, mənim də işimi çətinə saldı. Ona görə də heç bilmirəm necə deyim. Məktəbdəki işinizə mən son qoymaq məcburum. Narahat olmayın. Mən sizi çox yaxşı başa düşürəm. Mən bilirəm ki, siz prosesin ən başından həmişə mənə dəstək olmuşsunuz. Amma özünüz də bilirsiniz ki, nəticəni heç vaxt əvvəlcədən hesablamaq olmur. Ona görə özünüzü günahkar hesab eləməyin. Mən sırf siz mənə həmişə dəstək olmuşsunuz deyə sizi çətin vəziyyətdə qoymayacağım. Öz ərizəmi yazacağım. Karanlık dar küçelerde itirenler çok olur. Bir ışık, bir ümit ama herkes susur. Yumruğla danışırız, sözler kalıp yalan. Təbriklər danışanda kim kalır sağlam? Kışkırık sesleri, sessizlerin çığırtısı ellerde. Kan izi hayatın acı payı, dost yoktur düşman çok. Her adımda
Amma sən bu işdən əl çəkmə. Ha. Yəni ki, sona qədər bu işin arxasınca get. Çünki bu ideya çox gözəl bir ideyadır. Ona görə də mən səni dəstəkləmişdim. Yarımçıq qoyma bu işi. Amma indi özün başa düşürsən də rəsmi məsələlər var. Ona görə də yəqin ki, mən başa düşdüm ki, bu işlərə görə axıra qədər biz davam edə bilmədik səndən. Başa düşürəm. Gedə bilirəm. Buyur. Bir daha çox sağ olun dəstəyiniz üçün. Çox sağ ol, sənə də uğurlar. Çox sağ olun. Araz, sən düz deyirdin. Mən səhv eləmişəm. Uşaqlıq elədim biraz. Gərək heç o şəkil məsələsi olmazdı. Nə bilim. Dünəndən bəridir bunları fikirləşirəm. Bilmirəm sənə necə deyim, necə izah eləyim, necə başa salım. Üzr istəyirəm. Məncə ümumiyyətlə bunların yeri deyil. Bizim hələ o yaşımız deyil. Elə bir nəyisə səhv elə. Nəyisə yox, hər şey səhv elədik deyəsən. Dəyişməliyik. Araz. Barışdınız. Yeri deyil Ayhan. Qızlar, mən ən son istəyəcəyim şey idi ki, zabitə müəllimə haqlı çıxsın. Bu nə biabırçılıq idi çayxanada, yəni özümü çox qəribə hiss elədim. Arif müəllimə çox inanmışdım. Bu kafe konsepti əla konsepti, işlək konsepti. Heyif ki, belə oldu. Mən çox da Arif müəllimə görə pis oldum. Kaş belə olmazdı. İşdən çıxartdılar. Deyəsən öz xahişi ilə ərizə yazdı ki, rəhbərliklə problem olmasın. Salam Arif müəllim. Necə oldu? Mən sizə demişdim, sizə xəbərdarlıq eləmişdim. Ən azından mənim təcrübəm var. Mən bilirdim ki, axır belə olacaq. Çayxanada dərs keçmək olmaz. Qulaq asmadınız mənə. Vallahi sizə yazığım gəlir. Siz buna layiq deyilsiniz. Belə bir vəziyyət sizin üçün olmalı deyildi. Mənə qulaq assaydınız, belə olmayacaqdı. Başa düşürəm Zabitə xanım. Nə demək olar? Sizə öz təcrübənizlə uğurlar arzulayıram. İnşallah şagirdlərinizin istədiyiniz nəticələrə görərsiniz. Çox sağ olun, amma tikanlı sözləri öz-özə saxlayın. Sağ olun. Mənə lazım deyil. Buna bax. Yenə də atmaca söz yerində. Bu boyda proses baş verib. Biabır eləyib məktəbi. Hələ bir dili də var, ey danışır bunu mənim üçün. Nəysə, hələlik mən işə gedirəm. Arifin oğlu qızımızı narahat eləmir. Yox, niyə ki? Nə bilim, nəsə var ki, deyirəm də. Yox, niyə narahat eləsin? Sinif yoldaşıdırlar, yoldaşlıq eləyirlər. Həm də ki, balaca uşaq deyirlər ki, özləri bilər. Öz problemləri də öz aralarında nəsə olsa həll eləyəcəklər. Arifi də gördüm çayxanada. Nə bilim, nəsə düzəməli adam oxşamır. Da indi uşağın müəllimi deyil. Müəllimdir ən azından. Yəni ona görə keçirik. Yəni keçdim. Amma nəsə heç gözüm su içmir ondan. Sən Allah, yenə başlama.
Qanqaraçılıq yaratma. Yaxşı. Getdim, sağ ol. Sağ salam. Necə olacaq bu işlərin axırı? Heç bilmirəm. Xeyirlisi olar. Salam. Necəsiz? Dünənki dərsi gördünüz? Necə mən deyən kimi çıxdı? Nəticəsini gördünüz? Arif müəllimin dərsində dava baş verdi. Bilirsiniz bu nə deməkdir? Məktəbin reytinq aşağı düşür. Ana Arif müəllim, çıxsın da meydana. Hardadır? Necə oldu? Gördünüz ki, mən haqlıyam? Belə də olmalıydı. Lap əcəb oldu, lap yaxşı oldu. Mən deyən oldu. Bütün pedaqoji prosesi məhv elədi Arif müəllim. Sara bəlkə danışaq. Niyə? Qulaq as, mən səndən küsməmişəm, inciməmişəm səndən. Sadəcə deyirəm ki, marağım itib. Boş-boş şeylərdir. Sara, heç danışmadan bu qərarı verdin. Bəlkə biraz da fikirləşərdik bir yerdə. Ya mən artıq öz qərarımı vermişəm. Heç şansımız qalmayıb. Nə olar? Bir dənə söz ikinci dəfə deməyim də. Keç otur maşına gələrəm. Özünə eşitdin də, yəqin başa düşdün. Sən belə görən başa düşən olmamışırsan. Yaxşı olmaz. Bu territoriyada xətrif edən olsa mədim. Uşaqlar sizlə sağollaşmaq istəyir. Bir dəqiqə gələ bilərsiniz, zəhmət olmasa. Oy. Salam uşaq. Oturun, oturun. Belə işlər. Eşitdim, məni görmək istəmisiniz. Mənim üçün də bunu demək asan deyil, amma bu insan sonuncu dərsimizdir. Bilmirəm, indiyə kimi sizə nəyi, nə qədər öyrədə bilmişəm. Amma mən heç vaxt istəmədim ki, sizə ancaq qrafik, düstur, formula, belə şeylər öyrədim. İstədim ki, düşünə biləsiniz. Öz fikirlərinizə, öz düşüncələrinizə güvənəsiniz. Suallar verəsiniz. Çünki insan sadəcə düstur, qrafik öyrənməklə, hansı düzgün cavabları əzbərləməklə yox, həm də düzgün suallar verməklə öyrənir. Düzgün suallar verməklə böyüyür. Necə ki, siz də mənim gözümün önündəcə ayrıca fərdlər olaraq yetişirsiniz, yetişməyə davam edirsiniz. Doğru yol tutmaqdan çəkinməyin, doğru bildiyinizi etməkdən çəkinməyin. Doğru yolda əsas silahınız dürüstlük olsun. Zamanla özünüz görəcəksiniz ki, dürüstlüyünüz ən güclü siyasətinizdir.
İndi mənə deyə bilərsiniz ki, axı həmişə dürüst olmaq olmur. Yəni həyat elədir ki, bu həmişə mümkün deyil. Amma ən azından cəsarət göstərin. Cəsarətli olun. Cəsarət sadəcə qorxmamaq deyil. Cəsarət hərdən qorxduğun halda belə irəli gedə bilməkdir. Qorxduğun halda belə öz arzularının arxasınca getməkdir. Yadınızdadırsa biz sizinlə danışmışdıq arzu, xəyal və məqsədin fərqləri haqqında. Çalışın arzularınızı konkret məqsədlərə çevirəsiniz. Onların arxasınca gedəsiniz. Bunu mənə görə yox və yaxud hansı müəlliminizə görə yox, ətrafınızdakı kiməsə görə yox, özünüz üçün. Geriyə baxanda elə olsun ki, özünüzlə fəxr eləyə biləsiniz. Buna görə eləyin. Necə ki, indi mən sizinlə fəxr edirəm. Sağ olun. Sen burada ne edirsən? Mən belə buralarda keçirdim. Deyəsən məni izləyirsən. Yox, mən buraya yaxın qalıram. Hara gedirsən? Mən çayxanaya. Mən də çayxanaya gedirəm. Bir yerə gedək də. Gedək. Bas, filmə baxmaq xoşlayırsan? Aha, sən? Mən də xoşlayıram. Hansılar? Daha çox milli filmləri. Mən də. Ən sevdiyin hansıdır? Qaraca qız. Mən də Gün keçdi. Belə Aydın müəllim, bayaq dediyim səbəblərə görə artıq işimə davam edə bilməyəcəm. Nə deyə bilərəm? Seçim sizindir. Çox təəssüf. İşinizin öhdəsindən də çox yaxşı gəlirdiniz. Mənə elə gəlir ki, məktəb tərəfdən heç bir problem yaranmadı. Yox, narahat olmayın. Sırf yəni qızıma görə mən istəyirəm ki, artıq davam etməyim çıxım. Biraz problemlər yarandı bizim aramızda. Yaxşı, nə deyirəm? Yenə də deyirəm, seçim sizin. Yəqin ki, yeni işiniz olacaq. O işdə də sizə uğurlar arzulayıram. Çox sağ olun. Çox sağ olun. Mən də qısa zamanda sizi tanıdım. Göstərdiyiniz diqqətə görə çox sağ olun. İşlərinizdə uğurlar. Sağ olun, sizə də. Sizə də. Arif müəllim, narahat olmayın. Hər şey yaxşı olacaq. Yolunuz hər zaman açıq olsun. Çox sağ olun, sizin də yolunuz açıq olsun. Çox təşəkkür edirəm. Mən sizdən həmişə dəstək görmüşəm. Yaxşı olar inşallah. Biz bilirik ki, oradakı dava sizin ucbatınızdan olmayıb. Bilirəm, hər şey hesablamaq olmur ki. Hərənin taleyi bir cürdür. Sizin niyyətiniz, Arif müəllim,
uşaqlara nəsə öyrətmək idi. Bunu biz hamımız yaxşı bilirik. Bacardığım qədər. Arif müəllim, bizi zabitə müəllimənin ağzına saldınız, bir il dilindən düşməyəcəyik. Boş verin, bilmirsiniz xasiyyətini. Yaxşı olacaq. İnşallah. Çox sağ olun. Sağ ol. Sağ olun. Sağ olun. Necəsən? Niyə keyfin yoxdur? Yəni, məsələn, mənim sevdiyim oğlan konsertin ortasında çıxıb səhnənin üstündə mənə sevgi etiraf eləsəydi, ki, sabahsı günü də gəlib belə bir hərəkət eləsəydi, yəni, mən onun bu hərəkətini heç onun ardına qoymazdım, məsələn. Mən olsaydım, belə eləyərdim. Gözəl göyçəkdə qızsan, arası məqsəd nədir ki? Hə, gözəl. Keyfi pozma. Nə pozursan ki, arasa görə? Düzələr, mən sənə deyirəm. Hı? Mən də oynamaq istəyirəm. Oynama. Biraz tez bitirə bilmərsiniz. Səbr edə ki, görsən biz təzə başlamışıq axı. Eləyə bilmirəm da. Qoy qutaraq sonra oynayarsan. Tez bitirin. Səbr elə. Eləyə bilmirəm. 2 dəqiqə səbr elə. Qazandım. Sən 2-dən buldun axı. Nə 2-dən buldum? Qazandım mən. Sən bayaq gedin, bax belə 2-dən buldun. 2-dən zal vurmadım, mən qazandım. Sən qazanmadın. Mən qazandım. Oynayamırsan, oynama. Yox. Bax, oynayamırsansa oynama deyirəm. Mənim niyə səbim pozursan? Mən görsək qazanmışam burada. Yox, sən qazanmadın. Qazandım. Oynayamırsansa çıx. Qızım, niyə dalaşırsınız? Sən nə var, qaqa? Niyə dalaşırsınız? Amma mən qazanmışam, mənə deyə cığallıq idi səni. Çünki hədiyyə də ondan. Sən cığallıq sən eləmişsən cığallıq? Mən eləmişəm. Bəli. Mən cığallıq eləməmişəm. Bu deyir ki, amma sən mən cığallıq eləmişsən. Mən cığallıq eləmişəm. Belə eləyir də, bunu ver. Bunu da ver. Deməli, yəni bölüşək. Xədicə ilə mən oynayıram bu kartı. Əgər mən Xədicəni utsam, Xədicə mənim dediyim bir şey eləyəcək. Amma əgər o utsa, mən onun komandası dediyi bir şey hədiyyə eləyəcəm. Yaxşı? Oynayaq. Qızla çox dalaşırıq. Yəni Ayanın bu il dərslərinin ən çətin vaxtıdır. Burada işləməyim onun həqiqətən əsəblərini koruyur. Evdə də tez-tez dalaşırıq, qanqaraçılıqdır. İnşallah başqa bir iş taparam. Siz də çox sağ olun, yəni mənə qarşı çox diqqətli oldunuz. Dəyməz, dəyməz, xoş idi. Sizə uğurlar arzulayıram. Çox sağ olun. İnşallah gələcək həyatınızda daha yaxşı yerlərdə işləyərsiniz. İnşallah. Siz də çox sağ olun. Sağ olun. Sağ olun, hər vaxtınız xeyir. Mən Leyla xanıma baxırdım. Yaxşı Leyla xanım, mən gedim. Gedin. Sağ olun, uğurlar. Mənəm, buyurun. Şad oldum. Mən tibb bacısı vakansiyası ilə bağlı müraciət eləmişdim. Hə, bayaq sizinlə danışırdıq da. Zəhra xanım. Gedək, mən sizi direktora göstərim otağını. Yaxşı. Başa salım işi.
Necə də gözələm. Allah. Sevirəm də bu qızı. Sən nə edirsən burada? Mən Gəl. 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 gizlənirəm Kimdən? günahlarımdan. Arazdan. Yenə. Onsuz da Arazda bu aralar nəsə aləm qatıb bir-birinə. Bütün o məni qaralayıb. Başa düşmək olmur bu uşağın məqsədi nədir, nə etmək istəyir. Keyfdir o da. Biraz yaxın gəl mənə. Hı? Bir dənə yaxın gəl. Hara? Bir dənə gəl. Yaxın gəl. Bax gözükür. Görsən. Nəyi? Nəyi? Bizi. Hə. Səncə də yaraşmır. Yəni belə sən sarışın, mavi göz. Hə. Mən də. Hə. Yəni baxıram gəzin pis deyil. Yəni mənim bu sıralar belə başım qarışıqdır sevgi məsələlərinə də. Yəni inşallah alınsa, hə, alınmasa da ki, Nə? biz birlikdə ola bilərik məsələn. Nə, sevgili? Başqa nə ola biləriksə? Nə bilim, dost ola bilərik. Tutandır. Olar, hə. Mən məsələn indi 3-cüsündəyəm hal-hazırda da. Gözləyirəm ki, görüm işlər yolunda getsə, bizim münasibətimiz alınacaq. Ki alınmasa da ki, mənə qalarsan. De eşyan qırıb payını tapar da. Üçüncüdür, nədir? Hər nəysə, sənə öyrədəcəyim çox şey var isə. Tində bucaqda gizləməli yığışdır. Demək ki, demə sənə öyrədəcəksən. Utdum. Gördüm. İndi uşaqlara 100 dənə kart alasın. Məndə dondurma. Yaxşı, gəl belə eləyək. Alacam, hamısını alacam. Gəl bir dənə də oynayaq. Bu qızışmaydı, əlimiz qızışdı. Yaxşı, Xədicə, bir dənə də. Bir kağıt alalım bir də. İndi mən udum. Nə etməliyəm? Mənlə kinoya gələrsən. Yaxşı, mən qaçdım. Əmi, Hə? o qız səni sevir. Düzdür, o qız səni çox sevir. Yaxşı, neçə dənə kart almalıyam sizə? 100 dənə. 100. Mənə də bir dənə top alasın. Top vaxtıdır, deyər da səndə. Ali necəsən? Xoruz quyruğu çay qatmışam biz. Sağ ol. Sən sağ ol. Nə olub, keyfiniz yoxdur? Hə? Hamı istədiyinə çatdı. Necə yəni, hamı istədiyinə çatdı? Ərzəmi yazdım, məktəbdən çıxdım. Niyə? Müşahidə heyəti gəldi. Buradakı vəziyyəti gördü. Getdi bildirdi tədris şurasına və hər şey bitdi. Vallahi müəllim, mən tədris şurasıdır, zat da onları bilmirəm. Onu bilirəm ki, çayxana burada, siz burada. Nə qədər istəyirsiniz dərsinizdə keçin. Heç bir problem də yoxdur. Çox sağ ol. Qəşəng qalstıqız var o. Salam. Sağ ol. Siz o xəstəxanadakı tibb bacısı? Bəli, mənim. Nədir bizim məktəbdə? Vakansiya var idi, mən də müraciət elədim, qəbul oldu. Hə, yaxşı. Mən də deyəm, bu gün hava pis demişdilər, niyə yaxşıdır? İstəyirsiniz oturaq.
Aa, Kənan salam. Sağ ol, necəsiz? Sağ ol. Otur, otur. Nə edirsiniz Arif müəllim? Heç məşğul et. Siz də mənim kimi işsiz qalmısınız, hə? Siz işləşmisiniz? Niyə? Ayana görə çıxdım. Demişdim, dalaşırıq tez-tez. Məktəbdə xadimə işləməyimi istəmirdi. Hər gün dava qırıq. Mən də bezdim çıxdım. Heç istəməzdim elə olsun. Düz başa danışmışıq bunu, amma xeyirlisi, nə deyim vallahi. Eybi olmaz, iş taparam. Siz nə edirsiniz? Burada uşaqlarla necə gedir dərsləriniz? Yaxşıdır, amma nəsə hiss edirəm ki, effektiv deyil burada dərs keçmək. Yəni mane olanlar çoxdur. Çayxanadır, yəni necə olsa da. Amma yəni uşaqlar razıdır axı. Məktəbdə də eşitdim. Hətta bir neçəsinin dərsləri belə düzəlib. Düzdür, razıdırlar. Yəni dərsə daha çox qulaq asırlar, ən azından məktəbdən. Nə bilim, bilmirəm bunu davam etdirmək necə olar. Yəni çayxanada dərs keçməyə. Bəlkə belə bir şey eləyəsiz. Buranı kurs eləyək. Daha doğrusu eləyib. Necə yəni? Necə eləyək? Yəni mən düz dərs keçə bilmərəm. Uşaqlara heç nə öyrədə bilmərəm, amma sizə kömək eləyərəm bu barədə. Reklam eləyərəm məsələn. Elədir. Qara da sağ olsun kömək edir, amma burada mane olanlar çoxdur. Yəni həmişə dərs yaxşı keçmək olmur. Bir də ki bu çayxana məsələsi biznesdir. Mənim də şeylərdən başım çıxır. Məncə yardım saxlayın. Burada məktəbdə valideynlərlə mən danışa bilərəm. Uşaqlarını göndərərlər bura. Siz nə sıçan adamlarsınız? Bax, siz nə üstsüz adamlarsınız? Sən abrəhəyin yoxdur? Ha? Sən nə qərəzsiz adamsan? Sən tanmırsan? Sən nə dən adamsan? Sən yaxşıladın sənə. Artıq qarışmadın. Sən nə işin var? Sözümü kəssən. Hər dəfə gəlib. Tanmırsınız siz. Sən nə qarvatsan? Görsünüz bu. Sən kimsən ki, mənə belə sözlər deyirsən? Ay deyirsən. Hər dəfə gəlib. Görmən sən başına nə öyrətirəm. Arif sənin də. Məni boş-boşa eləmə. Qanmaz. Ay müəllim, yaxşısınız? Narahat olmayın. Hər şey yaxşı olacaq. Bir dənə çay verim için. Özünüzə gələsiniz həqiqətən. Bir dəqiqə. Ehtiyac yoxdur. Heç adımı soruşmadım mən. Mən Mehman. Zəhra məndə. Zəhra nə gözəl, tam həyat yoldaşı adıdır. Mənə bax, sən indi həkimsən də, xəstən çox olar, baxma. Xəstəm də çoxdur, pasiyentim də çoxdur. Bilsən, mənim ürəyim xəstədir. Zəhra, Bəli. açıq danışım sənə. Zəhmət olmasın. Sevgilin var? Yoxdur. Bəs mənlə sevgili olarsan? Olaram. Olarsan? Olaram, amma bir şərtlə. Birinci gedib qan analizi verəcəksən. Ondan sonra ümumi check-up-a görünəcəksən. Bir də ki, fiziki olaraq baxdım, heç bir qüsurum yoxdur. Amma nitqində biraz problem var. Bir də ki, psixoloji olaraq psixoloqa falan görünməliyik. Yəni bir xəstəlik varsa, bir nəsə varsa müalicə etmək lazımdır. Biraz indi dostlar, tanışlar mənə qansız falan zət deyir. İndi bilməm nə niyyətlə deyirlər.
Ofislər də düzələr də yəqin ki. Pula görə də narahat olma, yaxşı tanışlarım var. Yəni gedəcəyik, endirim eləyəcəklər. Endirirlərsə gedər də. Gedər. Bir də ki, mən də yanında olacağam, yəni onda 1000%. Sən yanımda olasan, mən sənə bütün yollar gedər. Yaxşı görək. Balayına hara gedər? Çaviz yaddaşsın. Sağ ol. Sağ ol. Necəsən? Yaxşı. Sən necə burada? Sıxıldım. Gör nə deyirəm, sən nə eləmək istəyirəm? Bu coffee shop falan görmüsən belə yerlər olur. Çayxananın elə bir şey eləyək. Həm müəllimə kömək eləyək. Həm hazırlıq kimi də bildiyin necə uşaqlar məsələn burada oxuyurlar, eləyirlər. Daha hazırlığa istəyirəm sən də mənə həmən yerdə kömək eləyəsən. Fikirdəyim. Biz sənə nəyə görə deyirəm? Fikir verirsən coffee shopları işlədənlər ya ayrı-arvad olur, ya sevgili olur. Bildin necə? Deyirəm elə bir şey eləsək nətər? Həm müəllimin özü də məncə işini deməz, həm müəllimin özü də kömək eləyərik. Hazırlıq kimi də bildin necə? Hı? Elə bilərik yoxsa? Nə olub fikirlisən? Başın ağrıyır. Olan şey değil mi? Niye ağrı dərmaz atmısan? Şefin yox deyil. Sağ ol. Sağ ol Meç. Necəsən? Sağ ol. Sağ ol. Sağ ol. Ha, nətər ki? Yaxşıdır. Danışaq. Sağ ol. Çay içirsiniz? Hə, də sən də. Ay, yaxşı gözü götürüm gəlin. Hə, qalmış. Gəl, qal. Təzə tibb işçimizdir. Mən də məktəbi gəzdirirəm. Elə istədim idman zalını da gəzdirim. Baxma burada xəsarət alanlar çox olur dərsdə. Düz deyir. Yəni bizim məşqlərimiz biraz sərt gedir. Ona görə uşaqlar tez-tez xəsarət alırlar. Yəni məktəbə təzə həkim gəlməyi çox yaxşı olur. Yaxşı, yaxşı. İzlə gedin büfeti göstərin. Mən büfeti göstərim. O Hamutun tibbi işçisidir. Sərtün tibb bacısıdır. Bu da ofisi dövrə. Xəstədir abi. Əsas odur ki, yəni ki, özüm uşaqlara sevdirdim məktəbdə, qalanı düzəlidir. Bu da bizim məktəbimizin bütün problemlərini həll edən Leyla xanımdır. Bir də mənim problemimi həll edə bilmədi. Qəbuldur. İstəsən yaxınlaş. Biz artıq tanış olmuşuq. Nə yaxşı. Amma sən gəldin. Məncə mənim də bütün problemlərim həll olunacaq. Özümə yaxşı dost tapdım. Yaxşı ki gəldim. Yaxşı ki gəldin. Sənə istəsən gedək direktorla da tanış edeyim. Gedək. Baxma, o da vacib insandır məktəbdə. Qulaq, bu Qara ilə Xədicə çoxdan bir yerdədir. Hə, elə onlar məhəlləmizin Leyli məzunlarıdır da. Qaranın fikri onda ciddidir, hə? Ya. Qara bu yaxınlarda elçi göndərmək istəyir. Qara necə oğlandı özü? Nə olub, sənin ürəyin doludur elə bil. Biz Xədicə ilə bir yerdə böyümüşük. Doğrudan isə? Bağçaya bir yerdə getmişik. Onlar bizə gəliblər, biz onlara getmişik. Yaxın olmuşuq. Qulaq as. Eşitmişəm ki, Xədicənin atasının öldürülməyində sənin əlin var. Yo, boş söhbətdir. Orada əslində manafa görə olub hər şey. Cəmaət elə bilir ki, mənim də əlim var orada. Sənin neçə yaşın olardı orada? Elə sən yaşda olardın. Damina məni deyilə, yığışdır bu. Çay qoydum, 2 dəqiqə gəlir. Özü xu, uruz qoyurlar, qəşəng də bilən çıxır.
Şahmatın var. Ha. Oynaya bilirsən? Ha, niyə ki? Niyə ki? Gətir. Mən oynayamıram. Ha, şahmat oynayaq. Niyə? Ha, sən işte. Nə bilim ya. Ümid, oradan bir dənə şahmat ver tez. Ata, Necə qızım? sən demişdin, kim səni narahat eləsə mənə deyərsən. Əri. Araz məni narahat edir. Yaxşı qızım. Sən narahat olma. Bu dərslər və dərslərimlə məşğul ol. Mən özüm bir əncam eləyəcəm ona. Qara çoxdan burada işləyirsən? Ha. Necə dolanırsan bəs? Çayxana. Harda qalırsan bəs? Evin eşiyin var? Bir dənə çayxanam var. Aras mənə dedi ki, Qara toy eləyib evlənmək istəyir. Ha, inşallah xeyirlisini. Bəs qızı çayxanaya gətirəcəksən? Qara sevdiyi qıza görə dağları da deşər. Hı? Xəricə kimsəsiz qızdır. Yaxşı qızdır. Bundan sonraki həyatında da yoxluq çəkməli deyil. Ona layiq deyil. Uşağın rahatlığı məni narahat edir də. Nətər mat elədi? Hələ pula baxacaq. Çay içsən? Salam Rıza, necəsən? Sağ ol, sən necəsən? Mən də yaxşıyam da sevgilim olandan. Həyat xoşbəxt keçirmək üçün. Sağla bilirsən, sevgili olmaq nə deməkdir falan. Bir az göstərdiyim qız mən sevgilim idi, zarafat eləmirdim. Sevirik bir-birimizi, sən də həqiqi sevgi nədir bilməzsən. Sən ciddi sevgilisən ola. Mən elə bilən məzələnərsən sən mənə. Bax, baxdı mənə belə, dedi sevirəm səni. İlk baxışdı. Allah haqqı sən öl. Başımız adamla var. Yox, ölür dərdimdən. Onun başını bıraxa gör sənə nə deyirəm. Dinən görüm. Deyəm bəlkə sən, mən, Leyla, bir də mənimki. Dördlü belə diyetə çıxaq. Nəyə çıxaq? Diyetə. Belə dördlü çıxmırlar. Deyitə. Hə, deyitə. Hə. Çıxaq da çıxaq. Hara gedək? Balığa gedək deyə. Balıq tutmağa. Hadi yeməyə. Hə, gedək. Bax, bu bədəni yığmaqla deyil. Mən sənə qızlar yanında özünü necə aparmalı olduğunu falan göstərəcəm. Leylanın yanında olsa bizi çox utandırmısan. Əybi yox, amma Zəhanın yanında məni utandırmır. Bax, yüngül hərəkətlər eləmə. Xahiş edirəm. Hə, yüngül hərəkətlər eləmə.
biraz ağır ol. Mən bax gözümü necə aparım, sən də özünü həll apar. Yaxşı? Mən bir dənə utandırma. Yaxşı, ağır olaram. Bax sənə güvənirəm. Nəysə, mən getdim. Utandırmaram səni. Qızım, yeməli sizsən? Sən evdən gəldin. Bir məsələ var. Həll eləmək lazımdır. Bir nəfər var, bu Arazdır. Nədir? Nəsə, heç xoşuma gəlmir. Qulaq vurması vermək lazımdır. Təzə-təzə baş qaldır. Baş nəzəri. Məktəbdən çıxan vaxtıdır. Tak что, görün neyinirsiniz? Ata. Mən oturdum, fikirləşdim. Axırıncı danışığımızdan sonra. Sən düz dedin. İndi mənim oxumaq vaxtımdır. Oxumaq lazımdır. Mən də universitetə girmək istəyirəm. Olar çayxanada hazırlaşım. Əlbəttə olar. Mən adam eləyə biləcəksən. Bu ya da səndən asılıdır təbii ki, amma da oğlumsan da sənin adam eləməyib kim eləyəcək? Görək. Yaxşı, danışaq da oldu. Gələcəm. Gələcəm ben. Salam. Aleyküm. Siz arvadınıza niyə çıxmırsınız? Arifin ayağının altında gəzir ancaq. Neçə dəfə onlara demişəm, özlərini yığışdırmayıblar. Bəs də mən buradayam. Arvadınıza yeyə çıxın. Yığışdırın. Alaca. Gəl görüm bura. Nəsə olur? Hara gelirsən? Evimə işim var. Çöldə bacada sənin nazından çox oynayıblar, ha deyəsən. Hə, malış. Malışın üstünə tək-tək gələ bilmirsiniz? Düş görüm ha cibindəkiləri bura. Uşaqlar, nə məsələ, nə olur? Hara bir qağam bu. Daha bir çəkirsən. Qardaş, sən qarışma da. Niyə? Keç də qırağa. Manaf tapşırıb. Manaf qələt edir. Nətər yəni, nə qələt edir? Manaf qələt eləyir. Manafa deyirsən sən? Hə. Sənin başın xarab olub ha deyəsən. Nə deyirsən? Sən gəl.